Bunu biz Azərbaycan politologlar bu məsələni gündəmə gətirmişik ki, Ermənistan tərəfi 2026-cı ilə kimi əgər referendum keçirməsə, konstitusiyanı dəyişməsə sülh müqaviləsi də olmayacaq və Ermənistan tərəfi də hakimiyyət də deyir ki, bu 2027-ci ildə baş tuta bilər. Tamam, seçkilər keçiriləcək Ermənistanda, Nikol Paşinyan hakimiyyətdə qalarsa növbəti referenduma gedəcək, konstitusiyanı dəyişəcək və ondan sonra sülh müqaviləsi mümkün ola bilər. Azərbaycan üçün bir o qədər də maraqlı deyil, tələm-tələsiz sülh müqaviləsinə imza atmaq. Bunu Ermənistan baş naziri Nikol Paşinyan tələsir. Nə bahasına olursa olsun sülh müqaviləsinə imza atsın, 2026-cı il seçkilərinə daxili auditoriya bəyan etsin ki, mən Azərbaycanla sülh müqaviləsi bağladım, əlini gücləndirsin. Amma bu, indi bir sülh müqaviləsinə imza atsaq, indiki mətnlə bu Ermənistan konstitusiyasına zidd olacaq. Bu, yalnız Nikol Paşinyanın öz siyasi və marginal maraqlarına xidmət edəcək. O, təbii ki, Azərbaycan qəti şəkildə buna gedə bilməz. Biz gözləyirik ki, Ermənistan referendum keçirsin. Ermənistan, amma bir məsələni deyim ki, Ermənistan bir aydan sonra da referendum keçirə bilər. Niyə gecikdirir bu məsələləri? Çünki Nikol Paşinyan seçki ərəfəsi referenduma getmək istəmir. Çünki Ermənistan müxalifəti, bilirsiniz, Robert Koçaryan, Serj Sarkisyan kifayət qədər bunlar fəallaşırlar və onlar bir növ referendum məsələsində bunu anti-təbliğat kimi dövrəyə buraxacaqlar və bəyan edəcəklər ki, Nikol Paşinyan indi konstitusiyada dəyişikliklərə gedib bir çox əraziləri Azərbaycana verəcək. Yəni, Nikol Paşinyan bundan ehtiyat edir. Seçkilərə kimi referenduma getmək istəmir. Azərbaycan da tələsmir və Ermənistan da prosesi 2027-ci ilə saxlamaq istəyirsə, qoy saxlasın. Amma əgər Nikol Paşinyan da seçilməyə bilər, seçkilərdə istənilən situasiya, force major məqam yarana bilər Ermənistanda, müəyyən bir silahlı terror aktları və etirazlar başlaya bilər. Nikol Paşinyan seçilməsə, demək olar ki, proseslər dalana da dirənə bilər.